HTML ilə bağlı mövzulara baxmazdan əvvəl, ilk öncə axtarış mühərrikləri necə işləyir, qısaca ona baxaq. Deyək ki, bizə hər hansı bir, veb-sayt tapmaq lazımdır, nəyləsə bağlı bir məlumat tapmaq lazımdır və yaxud da ki, biz hər hansı bir proqramı yükləmək istəyirik. Bunun üçün ən çox axtarış mühərriklərindən istifadə edirik. Buna Google, Yandex və Bing nümunə olaraq göstərilə bilər. Ən məşhur olanı isə əlbəttə ki, Google-dur. İndi belə bir məlumat axtaraq. Məsəl üçün, PeerStack yazıram və axtarışa verirəm və gördüyünüz kimi əvvəlcə PeerStack Akademinin rəsmi veb-saytı çıxır. Ondan sonra Instagram, Facebook səhifələri, həmçinin də Nexo Holdingin PeerStack Akademi haqqında qoyduğu xəbər yer alır. Bəs Google və digər axtarış mühərrikləri necə bunu bizim qarşımıza çıxardır və bizim nəyi axtardığımızı hardan bilir? Bunun üçün belə bir şəkilə baxaq. Burada axtarış mühərrikləri necə işləyir? 3 əsas mərhələdə göstərilib bu proses. Birinci mərhələ crawling adlanır. Burada əgər Google olaraq nümunə göstəririksə, Google'un botları, həmçinin də spiderlər adlanır, yəni hörümçəklər. Girirlər və internetdəki veb səhifələrinin hamısını bir-bir yükləyirlər və yaxud oradakı məlumatları özlərinə götürürlər. Buna nə aiddir? Səhifənin kontenti, səhifənin içində istifadə olunan sözlər, yazılar, linklər. Əgər link hansısa başqa bir səhifəyə yönləndirilirsə, həmin səhifənin kontenti də götürülür. Şəkillər varsa şəkillər, videolar və s. Yəni, ümumi olaraq desək, səhifənin kontentini özlərinə yükləyirlər. İkinci mərhələdə isə indeksinq gəlir. İndeksinq nədir? Bir çox parametrlər əsasında bu səhifələrin kontentləri databazalarda saxlanılır. Buna biraz əvvəl göstərdiyimiz nümunələr daxildir ki, səhifədə hansı açar sözlər istifadə olunub, səhifənin hansı meta məlumatları var, səhifə hansı dildədir. Bundan başqa səhifədəki şəkillərin məlumatları, hansı ki, şəkillərin başlıqları, linkləri varsa linkləri və s. aiddir. Yəni, axtarış mühərriklərinin sistemi bütün səhifələri ətraflı olaraq analiz edir və bir çox parametr əsasında kateqoriyalaşdırır və öz databazalarında saxlayır. Üçüncü mərhələ isə istifadəçi hər hansı bir şey haqqında məlumat axtararkən, məsəl üçün bizim biraz əvvəl yazdığımız kimi PeerStack Akademi haqqında axtardıq burada. Artıq orada axtarış mühərriki bildiyiniz kimi bir çox nəticə gəlir, yüzlərlə, minlərlə və bu nəticələr müəyyən bir alqoritmə əsasən sıralanır və ən uyğun olanlar ilk öncə göstərilir. Buna nümunə olaraq deyə bilərik ki, sıralanmanın nəticəsi nə əsasında qurulur? Axtarışda istifadə elədiyimiz sözə, məsəl üçün buna hansı səhifələrin açar sözləri daha çox uyğun gəlir? Həmin səhifələr nə qədər populyardır? Nə qədər başqa səhifələr bu səhifəyə referens eləyir? Və yaxud da ki, içindəki kontent nə qədər buna uyğundur, dil nə qədər uyğundur və s. Və ən sonda alqoritmin nəticəsində səhifələr sıralanır və istifadəçiyə göndərilir. Burada nümunədə məsəl üçün onu deyə bilərik ki, PeerStack Akademinin öz saytı olduğu üçün əlbəttə ki, bu bizim qarşımıza ilk növbədə çıxır. Həmçinin də səhifələr. Və burada gördüyünüz kimi Nexo Holdingin veb-saytı var və burada bu səhifəyə girib baxsaq görəcəyik ki, PeerStack Akademi haqqında bir xəbər var. Bəs Nexo Holdingin səhifəsi niyə bizim qarşımıza çıxır sıralamada? Çünki burada PeerStack Akademi haqqında məlumat qoyulub və axtarış mühərrikləri görür ki, burada axtarılan açar sözlər istifadə olunub və Nexo Holdingin səhifəsi də kifayət qədər populyar bir səhifədir və ona görə də ilk sıralarda bizim qarşımıza bu çıxır. Yəni, qısa olaraq axtarış mühərrikləri bu ardıcıllıqla işləyirlər. Bəs bu mövzu bizə nə üçün lazımdır? Biz növbəti dərslərdə öz strukturumuzu qurarkən, HTML strukturumuzu qurarkən buna xüsusi diqqət yetirməliyik. Çünki axtarış mühərrikləri dediyimiz kimi səhifənin kontentinə baxır və orada necə istifadə olunub, səhifə nə dərəcədə yenidir və nə qədər tez müddətdə, nə qədər sıx aralıqlarla yenilənir və s. Bunların hamısını nəzərə alırlar. Ona görə bizim işimiz öz səhifəmizi maksimum dərəcədə axtarış mühərrikləri üçün uyğun saxlamaqdır, hansı ki, bizim səhifəmiz nəticələrdə ön sıralara çıxsın.